Ən böyük günah məyusluqdur ki, o bağışlanmır. Neynəsən də elə, ümidini itirmə, Allah deyir, ümidə uyğun davranacaq. Ümid elə. Bu bir cümləyə inansaq bəsdir Rəcəb ayında. Ya mən ərcuhu li kulli xeyr. Ey Allah ki, bütün xeyirlər ondan gözlənilir. Bu bir dənə cümləyə inansaq bəsdir. Əl çəkmə xoşu gəlir ki, yox, mənim ümidim var, məni bağışlayacaqsın. Ümidim var. Mən bir dənə söz deyim, yadıma düşdü. Nüdbə duasının əvvəlində belə bir söz var. Deyir ki, sən peyğəmbərlərdən, imamlardan əhd aldın. Və onlar sənə söz verdilər ki, gedib dünyaya insanları hidayət edəcəklər, özləri azğın yola düşməyəcəklər. Və alimtə minhumul vəfa, sən gördün bunlar düz deyirlər. Onları axırlarından xəbərdar elədin. Onları əmin elədin ki, gördün düz söz verdilər. Hələ dünyaya gəlməmiş ruh aləmində. Söz verdilər, sən gördün düz deyirlər, dedin ki, axırınız bəlli elədin də axırlarını. Arxain elədin. Onlar imtihana bizim anlamımızda gəlmir, görək nə olacaq. Yox, onlar bilir nə olacaq. Ne üçün? Və alimtə minhumul vəfa. Gördün ki, düz deyirlər. İnandırım sizi, biz də bir dəfə Allaha söz versək ki, bax, Rəcəb ayı daxil olanda ki, mən sənə ciddi söz verirəm. Özünə söykənib yox. Elə öz rəhmətvə sığınıb söz verirəm ki, mən dəyişəcəm. Sözündə düzdüyü görsə, necə peyğəmbərləri, imamları seçir, səni də seçəcək və səni arxain eləyəcək. Və sən elə bir mərhələyə çatacaqsan ki, o arxainlıqdan azğınlaşmayasan. Bircə dəfə ona ümid eləyib, ona arxalanıb, söz versə ki, bax, mən də qutardım, düzəldim mən. Amma ciddi desə, Allah mələklərinə deyəcək ki, bu düz deyir. Bu düz deyir. Bunun aqibətindən özü xəbərdar olacaq. Hansısa yolundan xəbərdar olacaq.